Füzuli şəhərində bir nömrəli körpələr evi uşaq bağçasının açılışı olub. Tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov, Elm və Təhsil naziri Emin Əmrullayev, Ağdam, Füzuli və Xocavənd rayonlarında prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Lukoil neft şirkətinin qurucusu Vahid Ələkbərov, Lukoil Azərbaycanın baş direktoru Rasim Əmrəliyev və yerli sakinlər iştirak ediblər. Uşaq bağçası 2 mərtəbəli 240 yerli olmaqla 2,4 hektar ərazidə inşa edilib. Binada qrup, inzibati, yataq otaqları, rəqs, idman və musiqi zalları, hovuz, həmçinin həyətində oyun meydançaları və digər zəruri infrastruktur qurulub. Bağçada uşaqların ilkin biliklərə yiyələnməsi, rahatlığı və əylənməsi üçün bütün lazımi şərait yaradılıb. Tədbir çərçivəsində Füzuli Beynəlxalq Hava Limanında və bölgədə aparılan tikinti və quruculuq işləri ilə tanışlıq olub.